şad olmasına, qulluğuna çatmaq səadətinə nail olmağımıza, əlindən tutanlardan, ayağının altından tikan təmizləyənlərdən olmağımıza və zuhurunun təcillinə salavat hədiyyə elə. Aparma, çəkəcəksiniz. Elhamdülillahiləzi la yəbluğu midhətəhul qailun və la yuhsa nə'mâəhul âddun ve la yuaddi haqqahul mujtahidun allazi la yudrikuhu bu'dul himam ve la yenaluhu gavsul fitan. Summes salatu vesselamu ala seyyidina ve nebiyyina ve mevlana Ebil Qasim Muhammed. Yunus. Koşulu. Ve ala ehli beytihi tayyibine tahirinel ma'suminel muntecebinel muntakabin ve la'netullahi ala a'daihim ecmain minel ane ila qiyami yevmiddin. Amma ba'd. Ve bismillahi ve billah sümme bi zikri veliyillah. Allahümme kun li veliyyikel hüccet ibnel hasen salavatuke aleyhi abba fi hâzi saati ve fi kulli saati وليا وحافظا وقائدا وناصرا وعينا طوى وتمتعه برحمتك يا أرحم الراحمين. اللهم لعن قاتلي فاطمة الزهراء salamullahi aleyha. Əyyama gələn bil ki səni dəvət edən var. Gəl ağla anamsın, çağırır Məhdi-i Dildar. Yanmış qapını qoyma unutsun dəxi ümmət. Seçmişsə səni Həzrət-i Zəhra gərəzadar. Məzlum Əlinin dəhlidə bir yavəri olsan, Kövsərdən içərsən ey olan şahına qəmxar. Peyğəmbər öpən əllərə də qəmçi vurarlar. Taha qızına zülm elədi ləşkəri küffar. Fəryad qoparıb şivən elə göz yaşın axsın. Çün zənn elə öz qəlbivə dəymişdir o mismar. Keçmiş balasından ki gəlib haqq sənə çatsın. Keçmiş balasından ki gəlib haqq sənə çatsın. Küçədə sili dəyibdir, yıxılıbdır yerə əthar. Bir 50 qunut tutmuş o madər əlin açsa, bir 50 qunut tutmuş o madər əlin açsa, məhşərdə bizi əff eləyər Xaliq-i Qəffar. Ya Rəbb, qisasın Muhsinin alsın daha hüccət, gəlsin nə olar qəlbimizi aram edən yar. Peyğəmbər cəmalına salavat hədiyyə elə. Allahümmə salli ala Muhammed və ali Muhammed. Zamanı imamının zuhurunun təcillinə salavat hədiyyə elə. Allahümmə salli ala Muhammed və ali Muhammed. Dəyərli möminlər, mövzularımızı silsilə şəklində davam elətdiririk. Bir mövzu digər bir mövzuya bağlıdır. Lütf eləyin, çalışın, hər gün iştirak eləyin. Bugünkü söhbətimiz xanım Fatimə-i Zəhra salamullahi aleyhanın adlanması barədə olacaq. Belə ki, uşağa ad qoymaq Allah təbarəkə və teala'nın ilk sünnətlərindəndir. Allahın sünnəsidir. Yəni bilirik Peyğəmbər sünnəsi var, imam sünnəsi var, alim sünnəsi var, bir də Allah sünnəsi var. Allah'a xas sünnələrdən biri ad qoymaqdır. Allah təbarəkə və teala Adəm və Həvvanı yaratdığı gün onların adını özü qoyub. Əlbəttə, onlardan neçə min illər qabaq Əhl-i Beyt əleyhimussalamın da adını özü qoyub. Eyni zamanda Adəm əleyhissalatu vəssalama adını qoyduqdan sonra adları da ona öyrədib. Və əlləmə əsmaəhum məsələn ayəsi var. İnsanlar da Allahın bu sünnəsinə tabe olublar. İnsan adları əsrlərə və dövrlərə görə, həmçinin dillərin fərqliliyinə görə dəyişib insanların adları. Diqqət buyuruz. Bəzən adla adlandırılan arasında uyğunluq olur, bəzən isə olmur. İndi bu real həqiqətdir də adla adlanmışın arasında gərək bir uyğunluq olsun, sinxiyyət olsun. Görürsən, təzə adlar çıxıb, nədir mənası Allah bilir. Ya məsələn, görürsən, birləşdirirlər, oradan bir söz götürürlər, buradan bir söz götürürlər, birləşdirirlər, yeni
Tək ki, yenilik olsun deyə də belə deyək. Tək ki, yenilik olsun. Ad bəzən dilin lüğətində mənası olan bir kəlmə olur, bəzən isə heç bir lüğəti mənası da olmayan uydurulmuş bir ifadə olur. İnki müasir dövrlə sitra, mitra, citra, nə bilim, ayla, mayla, ərzən belə adlar var ki, bir məna yoxdur, bir mahiyyət yoxdur, bir önəm yoxdur. Gələn də deyir, adı ilə böyüsün, nə ilə böyüsün, Allah bilir. Adı ilə böyüsün, deyir də indi adı ilə böyüsün. Lakin Allah dostları üçün ad qoymaq çox böyük əhəmiyyət daşıyır. Allahın vəliləri üçün ad qoymaq çox mühüm əhəmiyyəti var. Bu hədisləri eşitmişsiniz. İnsanlara həm yerdə ad qoyulur, həm də göydə ad qoyulur. Hətta hədis var ki, summiyə bə'zuhum fis-səmai xinzirən. Bəzi adamlar göydə donuz adlanır və summiyə fis-səmai kəlbən. Bəzi adamlar göydə it adlanır. Xasiyyətlərinə görə də, rəftarlarına görə, hərəkətlərinə görə. Haram yiyəndir, baxmır da, halal harama baxmır. Buradan keçdi, halaldır. Məsələn, hər toyuğal yiyir, hər kalbasanı yiyir, üstündə halal yazıb tutardı, getdi. Halal harama baxır. Allah məsələn bunu donuz sayır. Ki, bunun adı donuzdur, bu da o da baxmaz, halaldır, haramdır. Bu da baxmır, halaldır, haramdır, arzən böyüsür. İndi Allah uzaq eləsin. Amma indi hədis bunu deyir də. Bəzi adamlar xasiyyəti pisdir. İnsanlarla pis rəftar edir, ürəyi sındırır. Məsələn, görəndə bunu tez dönürsən ki, indi bu nəsə pis danışacaq, nəsə ya adamın xətrinə dəyəcək, ya məsələn adam axtarır ki, elə acılasın. Məsələn, hədis deyir ki, bunların adları ya Allah yanında məsələn kəlb adlanırlar, it adlanırlar. Əhl-i Beyt əleyhimussalamın adları, bunu adam çoxdur deyənə təkrarlayıram. Cavan da çoxdur da, Əhl-i Beyt əleyhimussalamın adları övladlarınıza ki, təkid olunub, bizim adlarımızı qoyun öz övladlarınıza. Əhl-i Beyt əleyhimussalamın adları hər dövrə yaraşır, hər yaşa yaraşır, hər yaşa. Bunu unutmayın, bunu yaddan çıxartmayın. Əhl-i Beytin adı hər yaşa yaraşır, hər yaşa. Cavana da Əli deyirsən yaraşır, orta yaşlıya da Əli deyirsən yaraşır. Məsələn, qocaya da Əli deyirsən yaraşır. Hüseyn, Muhammed, məsələn, Fatimə, Zəhra, hamısı bütün yaşlara yaraşır, bütün. Məsələn, adam var, adını deyiblər sənə, bilmirsən, müşəxxəsatını bilmirsən. Məsələn, tam cavan adı deyib, cavan adı gəlir də sənin zeyninə. Gedirsən çağırmağa, indi istər-istəməz ya məsələn bəy qoşursan, ya heç yanına bir şey qoşmursan, o adla çağırsa, bilirsən qapını açır, 90 yaşında kişi çıxdı qabağa, adı uyğunlaşmıyor, bax, elə bilsən cavan bir oğlan çıxacaq qabağa, 90 yaşında bir adam çıxdı qabağa. Niyə? Ad yaşına yaraşmır. Amma Əhl-i Beyt əleyhissalamın adları belə deyil. Hər yaşda gözəl, hər yaşa yaraşır. Bəs Allah dostları üçün ad qoymaq çox böyük əhəmiyyət daşıyır. Həqiqət budur ki, insan adı ilə çağırılır və adı ilə tanınır. Gözəl və yaxşı adla çirkin və pis ad arasında nə qədər fərq var. Məsələn, bizim yanımızda etiqadımızdan doğan bir şeylər var ki, məsələn, bizim yanımızda bir adın mənası pis deyil, lüğəti tərcümə ilə, məntiqi baxımdan, lüğəti tərcümə ilə adın mənası pis deyil. Amma o adı çəksəm, hamı deyəcək Allah lənət eləsin, bildin? Yəni, şəxsiyyət, bu ad ki, kimlə məruf olub, məşhur olub, bu adam deyir. Ona adam desən, gərək bütün adamlıqdan üzr istəyəsən, heç o üzrü də qəbul eləməz. Məsələn, Yezid, düzdür? Amma bu sözün özünün mənasında bir pis məna bir şey yoxdur. Sözün lüğəti tərcüməsində pis bir şey yoxdur. Hürr ibn Yezid ibn Riyahi məsələn. Nə qədər var? Yezid adında sahabələr var və s. Ya məsələn, indi da radiatorların adını çəkməyək, arizən benzir. Onlar da o cür həmçinin. Həmçinin ad sahibinin, diqqət buyuruz, psixoloji təsirlənməsi ilə eşidənin reaksiyası arasında da böyük fərq var. Mütəal Allah Ali İmran surəsinin 36-cı ayəsində buyurur, İmranın xanımı qız uşağı dünyaya yetirdikdə dedi, mən ona Məryəm adını verdim. Quran görsən ad qoymanı önə çəkir də, demək istədiyim budur ki, Quran-ı Kərim hətta ad qoymaqdan da danışıb. Ad qoymaq, yəni burada ki, əvvəl müqəddimə qurdum, Allah dostları üçün ad qoymaq elə-belə bir şey diyor. Yəni bunu görsə istinadı da var. Quranın özü ad qoymaqdan söhbət açıb. Ya məsələn, mütəal Allah Həzrəti Yəhyanın adını onun anasının bəhdinə düşməmişdən qabaq qoyub Allah Yəhya adını. Həzrəti Zəkəriyyə dua eləyir,
İlahi la təzirni fərdən, məni tək qoyma duası. Ey Rəbbim, mənə öz tərəfindən bir varis bəxş et ki, məndən və Yaqubun nəslindən miras aparsın. Və onu ey Rəbbim, razı qaldığım bir bəndə et. Bundan sonra Allah buyurdu. Ey Zəkəriya, biz sənə bir oğlan uşağı ilə müjdəliyirik. Onun adı Yəhya olacaq. Biz ondan əvvəl heç kimə bu adı verməmişik. Məryəm surəsi ayə 7. Ki bu da ikinci ayə ad qoyma barəsində vəliyullahların adları. Bax bu ayədən nə başa düşdük cənab-ı canlar? Bu ayədən aydın olur ki, Allah vəlilərinin adlarının seçilməsi birbaşa Allah təbarəkə və Taala'nın tərəfindən baş verir. Allah tərəfindən. İndi bu niyə belədir? Çünki adla yəsin arasında uyğunluq olmalıdır. İndi səninlə mənim olmayacaq, ola bilər, %90% olmur mənim adımla özümün aramda uyğunluğum. Amma vəlilər belə deyir axı, adı özüdür elə. Adı, özü adından böyüdür belə deyək. Özü adından böyüdür. Məqamca, Fatimə salamullahi aleyha, görürsən hikməti var Fatimə adlanmasında, nə qədər hikmət var. Allah deyir, ənə fatirus samavati vəl ərz və hiyə Fatimə. Mən yeri göyü yaradanam, o ama Fatimə. Bu Allahın sözü da. Allah, baxın, xahiş edirəm. Allah deyir ki, ənə fatirus samavati vəl ərz. Mən göyləri və yeri yaradanam, onun da adını qoymuşam Fatimə. Burada bir uyğunluq olacaq da. Yəni, mən yeri göyü onunla yaratmışam. Onun əli ilə yaratmışam. Onun təsərrüfü var yerin göyün xəlq olunmasında. Demək, Allah təbarəki və Teala birinə ad verirsə, xoşum gəldi bu addan, əstəxurullah, nəuzubillah, bəyiddir Allahdan belə şeylər. Allah desin ki, mənim bu addan xoşum gəl, götürdüm, verdim bu adı filan kəsə. Yox, yox, sinxiyyət var, adla uyğunluq var. Əziz insanlar, mən bilirəm ki, siz yaxşı adamlarsınız, hamınız çox gözəl insanlarsınız. Ona görə sizdən bir salavat xahiş edib qabağa gəlməyimizi istəyirəm. Arxanı görmürsünüz, mən görürəm. Yetimlər qalıblar ki, biz orada neyniyək? Bir dənə salavat deyim, mübarək, qalxın ayağa, gəlin. Allahümmə səlli əla Muhammed və alim. Gəlin, gəlin, tez gəlin, vaxt gedir. Hər dəqiqə qızıldır. Gəlin. Allah razı olsun. Oturun. Elə arxundakı gəlsin qabağa, sonra onun yanına biri gəlsin. Ay, səni Allah saxlasın. Bilir də alim adam. Əlhəmdülillah. Demək, möminlər, indi mənə diqqətlə qulaqsınız, biraz da zihniniz dağılmasın. Bu ayədən nə başa düşdük? Bu ayədən bunu başa düşdük ki, dəlil budur ki, hər bir peyğəmbər özündən sonra gələcək peyğəmbəri xalqa tanıtdırıb. Eşidirsiniz? Hansı ki, onlar dünyaya gəlməmiş, onların adı ilə onları təqdim ediblər. Məsələn, İsa Peyğəmbərin ayəsi var Quranda, bizim Peyğəmbərimizin adını çəkir. Qoy bir dənə də deyim, salavat onsuz qayınırsınız yerinizdə. Durmuşsunuz da oturmursunuz. Məsələn, İsa Aleyhisselam deyir ki, məndən sonra bir Peyğəmbər gələcək. İsmuhu Muhammed, Əhməd. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Bunlar elə-belə deyil. Ad seçimində diqqətli olmaq lazımdır. Və bizdən istəyirlər ki, Əhl-Beytin adını qoyaq, niyə hər yaşa yaraşır? Bütün illərə yaraşır. Bəzən, məsələn, Allah bizim böyük dahilərimizə rəhmət eləsin, Şeyx Muhammed Füzuli. İndi birdən Füzuli kimsə adı Füzulilərin bağışda ya, məndə. Məsələn, kişinin adı Muhammeddir də, arizəmizdə. Füzuli yaxşı sözdür. İndi onu təxəllüs kimi götürüb. Şəxs, ad bayaqki söhbətdir. Şəxs dahidir, adın mənası yaxşı olmasa da xalq üçün əzizdir. Gördünüz, şəxs özü yaxşıdır. Amma yezi sözün mənası yaxşıdır. Şəxs özü yaxşıdır deyə adamlar nifrət edir bu ada. Adamlar nifrət edir. Ona görə gərək diqqət edirsən. Məsələn, görürsən adın qoyur Ramal. Bu bilmirsən nə deməkdir. Bu nerede oynayana deyirlər axı, sən bunun özdə güclü oynayanına deyirlər. Bunu qoymayasan, bu ada fikir verəsən, bu adı qoyma. Gözəl adlar qoy. Ona görə lillahi əsmaul husna fəd'uhu biha. Gözəl adlar Allaha məxsusdur. Onlarla çağırın Allahı. Bu özü də təfsiri Əhl-Beyt əleyhissalam da əla kulli hal. Bu da onu göstərir ki, mütəal Allah özü o adları təyin edib və valideynlərinə həvalə eləməyib müqəddəslərin adını, vəlilərin adını.
Bu mətləbləri bildik, bu müqəddimə idi. Burayıcan müqəddimə idi. Bu mətləbləri bildim, yox bir Fələstin, məsələn, ərzən bözür. Bu mətləbləri bildikdən sonra indi sevimli Allahın sevimlisi, Allahın əzizəsi, Allahın yanında qiyməti, əzəmətli olan Fatimə-i Zəhra salamullahi əleyha haqqında nəql olunmuş hədislərə diqqət edək. Adları haqqında. Bir neçə gün inşallah əvvəlki söhbətlərimiz kimi görürük. Daha çox yığmışam biraz hədislər, qudsi, qeyri-qudsi hədislər ki, qulluğuza çatdırım. Bu hədislərdə onun Fatimə adlandırılmasının səbəbləri və mənaları zikr olunub. Görəcəyik ki, bu ad təsadüfi qoyulmayıb və sırf gözəldir deyə, gözəldir, əlbəttə gözəldir, amma sırf gözəldir deyə bu ad xanım Fatimə-i Zəhra salamlı əleyhaya verilməyib. Söhbət Fatimə adından gedir. Demək, dərin hikmət var Əhl-i Beytin adlarında və bu sözü dəfələrlə mən xatırladıram sizə ki, Əhl-i Beytin adları onları tanımaq üçün ünvandır. İndi bir dənə adla gör Fatimə-i Zəhra salamları haqqında nə qədər şey öyrənəcəksən. Hamısını ya, bütün Əhl-i Beytə aiddir bu. Əhl-i Beytin adları onları tanımaq üçün ünvandır. Nə qədər şey öyrənə bilirsən, o adının vasitəsilə onun haqqında nə qədər şey bilirsən. Elə bir uyğunluq ki, xanım Zəhranın şəxsiyyətini tanımağa yol açan bir ünvandır, qapıdır. Fatimə sözü fətm tanandı maddəsindəndir. Mənası ayırmaq, kəsmək, uzaqlaşdırmaq deməkdir. Məsələn, ərəb dilində deyilir fətəmətil ummu tifləha. Ana uşağını süddən kəsdi. Fətimə, bu kökü bu sözdəndir. İndi yol alırıq Fatimə adlanmasının səbəbinə. Lüğətlə nə işimiz var ki bizim? Kəsdi falan. Düzdür ya, lüğətlə də mənə əlaqəsi var, amma əsas o dövrdə istilahdır əsas. Allahın adlandırmasıdır. İmam Cəfər Sadiq əleyhissalam pak babalarından, onlar da Rəsulullah sallallahu aleyhi və səlləmdən buyurur ki, Cəbrail belə buyurub. Yer üzündə ona Fatimə adı verildi. Çünki o öz şiyyələrini cəhənnəm odundan kəsib. Gördün? Kəsib bu mənada. Bihar ilən var. Cild 43, səhifə 18. İmam Rıza əleyhissalam Peyğəmbər sallallahu aleyhi və səlləmdən nəql edir. Buyurur ki, Peyğəmbər, ey Fatimə, bilirsənmi niyə sənə bu ad verilib? İmam əleyhissalam soruşdu. Niyə ya Rəsulallah? Bunda niyə sən üçün, mən üçün daha? Qızım sənə deyəm, gəlin sən işit. Buyurdu, çünki Allah səni və şiyyələri otdan ayırıb. Səni və şiyyələri otdan ayırıb. İndi dünyada sən şiyyələri od dəyər, amma ahirətdə dəyməz. Od cəhənnəmi qəsd edir də. Bihar ilən var, cild 43, səhifə 14. Əlbəttə bu hədisi Qunduzi də Yənabül Məvəddə səhifə 194-də qeyd edir. Bir narahatçılıq hiss edirəm, elə bir qulaq asmırsınız. Bir salavat deyin Peyğəmbərə. Allahümmə səllə əla Muhammed. İbn Abbas da Peyğəmbər sallallahu aleyhi və səlləmlə nəql edir. Allah onun nəslini və sevənlərini cəhənnəmdən ayırıb. Yənabül Məvəddə səhifə 397. Bu bir. Bəs bir mənası bu oldu ki, Fatimə adlanıb. Buna görə ki, Allah onu şiyyələrli cəhənnəm odundan ayırıb, kəsib. Bu bir. İmam Muhammed Baqir əleyhissalatu vəssalam buyurur. Fatimə salamullahi aleyhanın cəhənnəm qapısında bir dayanacağı var. Bir qapısı var. Orada dayanacaq və deyəcək. Ey Rəbbim, ey Mövlam, mənə Fatimə adını sən verdin. Və sən buyurmuşdun ki, mənə və məni sevənlərə və əhl-i beytimi sevənlərə atəş haramdır. Sən buyurmuşsan. İndi sözə bax, vədün haqdır. Sən bu vəd vermişsən yəni. Vədün haqdır. Sən vədi və xilaf etməzsən. Yəni buna əməl eləyəcəksən. Oradadır ki, bəyan gələcək ki, sən elə çıxdın yan siratın üstündə, hansından ki bildin, şiyyədir, üzündə, alnında yazılıb şiyyə, mümin, onu apar behişdə. Bir halən var, cild 43, səhifə 15. Bəli, bunun da bəlkə qabaqda da yenə danışarıq, danışmasaq da elə deyim ki, cəhənnəmin qapılarından birinin adı Fatimədir, əziz möminlər. Həmən o yerdə ki, o dayanacaq, Həzrəti Zahra, o yerin adı Fatimədir.
ki, şiyə girməsin içəri. Yevmə izin, Quran ayəsi deyirəm sizə. Yevmə izin la yus'alu an zənbihi insun və la can. Allah eləməsin ki, bu belə sözlər günah elətdirməyə həvəs yaratsınlar kimdəsə. İnanın Allaha, cəhənnəm əzabından ağır şey bilirsiniz nədir? Xan Fatimə Zəhra salamlarının üzünə baxmaqdır, bilirsiniz. Bu cəhənnəm əzabından ağırdır. Ər-Rəhman surəsində Allah deyir ki, yevmə izin la yus'alu an zənbihi insun və la can. O gün heç kim, nə insanlar, nə də cinlər öz günahlarına görə hesab kitab olunmayacaqlar. Kimlərin vasitəsilə ki, düşməyəcəklər cəhənnəmə. Bax, Quran ayələri deyirəm. Və hisabuhum, necə idi? Və hisabuhum, sümmə ileykum mərciukum. Sonra onlar sizə tərəf qaydacaqlar. Görsən, cəmdə danışır. Qiyamət günü Allaha, əlbəttə ki, hamı Allahın huzurunda cavab verəcək. Amma Allah təkdir. Burada cəmdə gəlib. Sümmə ileykum mərciukum ayə deyə. Onların qayıdışı sizə tərəfdir. Bu siz kimdir? Bəli, İmam Cəfər Sadiq Əleyhisselam buyurur ki, biz Allahdan xahiş eləyəcək. İlahi, şiyyələrin hesabını bizə ver. Allah da qəbul eləyəcək. Deyəcək ki, onlar siz hesab kitab eləyin. Və ya, məsələn, və hisabuhum, və ayəyə bax, hum, nə qədər elm-əhli var, burada tələbə var. Hum, lər, onlar deməkdir. Və hisabuhum, onların hesabı ileykum, ayə deyə, sizin üstünüzədir. Onların hesabı, indi sən bunu necə möhkəmləndirərsən, bu dəlil olsun. Hə? Necə möhkəmləndirərsən? Sənin konkret hədisin var. Özdə necə hədis? Ziyarətnamədir. Hansı ziyarətnamə? Sənədində bir dənə oğlan deyə bilməz ki, bunun sənədi xərəbdir. Ziyarət-i camiyə kəbirə və iyadul xəlqi ileykum və hisabuhum ileykum. Tardı getdi. İnsanların qiyamət günü hesab kitabını siz eləyəcəksiniz. Ziyarət-i camiyə kəbirə. İmam Adi Əleyhisselam buyurur. Hardan gəldim, çıxdım bura? Ərzən bözür, yəni söz budur ki, Həzrəti Zəhra dayanacaq o qapının qarşısında və qoymayacaq ki, o şiyyələr düşsünlər. İmam bu ayə dedim ha, həmin gün nə bir insan, nə də bir cin öz günahına görə hesab kitab olunacaq. Bu ayədə İmam Rıza Əleyhisselam buyurur ki, heç bir dənəsi də girməyəcək cəhənnəmə inşallah. İmam Sadiq Əleyhisselam buyurur, bilirsənmi Fatimə adının mənası nədir? Mən dedim, xeyr ey Mövlam. Buyurdu, çünki o şərdən ayrılıb, uzaqlaşdırılıb və əlavə edərək buyurdu. Əgər Əli Əleyhisselam onu ilə evlənməsəydi, yer üzündə qiyamətə qədər ona tay tapılmazdı. Nə Adəmdən Xatəmə, nə də ondan sonrakılardan. Bihar-lə var, cil 43, səhifə 16. Yəni, o kuf bəhsi var da, gəlir taylı tayını tapar. Gərək hər kəs özünü oxşayanla evlənsin bəhsi var ha, fiqdə. Görsən, bəzən telefonda yazır o qız qaçırtmalara icazə var, şəriətin bəzi yerlərində. Və icazəli deyir, yəni o neçənci məsələ də artıq məsələ qalır, qız qaçırtmağa da ata vermir, o kuf bəhsi çıxır ortalığa ki, bunlar bir-birinə oxşardılarsa, taydılarsa, o tay bəhsi var da, kuf olsun gərək. İndi Fatimə Zəhra salamullah əleyhə kuf, tay, yaraşan biri olmalıdır ki, ondan evlənsin. Buyurur Allah təbarəkə və təala, Əli Əleyhisselamı yaratmasaydı, Xam Zəhraya ər olmayacaqdı qiyamətə qədər. Quran da bunu sübut edir, təsdiq edir. Deyir, İnna ənzəlnahu fi leylətin mübarəkətin. Biz onu mübarək gecəyə nazil eləmişik. Onu, yəni Əli Əleyhisselamı, mübarək gecə isə Fatimə Zəhra salamullahi əleyhadır. Çünki iki dənə Quranımız var da, biri Natiq-i Qurandır, biri Samit-i Qurandır. Samit-i Qurandır bilirik ki, İnna ənzəlnahu, zahiri budur. Quranı nazil edik mübarək gecəyə, zahiri budur. Batini isə Natiq-i Quranı nazil elədik. Hara? Mübarək gecəyə. Xam Zəhranın ləqəblərindən biri nədir? Mübarəkədir də Allah yanındakı ləqəblərindən. Ha, belə ləqəb yox. 9 ilə Allahın yanında ləqəb var axı. Mübarəkə. Ona nazil edir. Ardıca gələn ayə nədir? Həmin gecə möhkəm əmirlər bir-birindən ayrıldı. Həmin gecə. Orada deyir ki, möhkəm əmirlər nədir? Başlayır sayır. 11 dənə möhkəm əmir sayır. İmam Həsən, İmam Hüseyin, İmam Zeynalabdi, İmam Baqir, İmam möhkəm əmirlər. Yəni bunlar o gecə bir-birindən. Mərəcəl bəhreyni yəltəqiyan beynəhuma bərzəxunla yəbğiyan. Yəxrucu minhumel lu'lu'u vəl mərcan. İki bəhr bir-biri ilə qovuşdu. Birindən yaqut çıxır, birindən mərcan.
Demək, bu hədisi əhl-i xilaf alimləri də nəql ediblər. Ummu Sələmədən nəql olunur ki, Rəsulullah buyurub sallallahu aleyhi və səlləm. Əgər Allah Əli əleyhissalamı yaratmasaydı, Fatiməyə layiq bir insan olmazdı. Xarəzmi Məqtəlül Hüseyn səhifə 65. İmam Sadiq əleyhissalatu vəssalam buyurub. Çox qalmayıb, narahat olmayın. Fatimə salamullah əleyhə ona görə Fatimə adlanıb ki, məxluqat onu tanımaqdan kəsib. İndi sən gör bir dənə Fatimə adı ilə hacı qulaq as. Gör bir dənə Fatimə adı ilə nə qədər məlumat əldə elədin. Ona görə deyirəm ki, Əhl-i Beytin adları ünvandır, onları yaxşı tanımaqdır. İnnəmə summiyyət Fatimə liənnəl xəlqə futimu ən mərifətə. Xanım Zəhra salamullah aleyhə ona görədir Fatimə adlanıb ki, məxluqat onu tanımaqdan kəsilir. Bilirsən, bunun haqqında əhli də mənim kimi yox. Əhli bir dənə bunun haqqında bilirsiniz neçə illərlə söhbət eləyər ki, xalq onu tanımaqdan kəsilib, heç kim onu tanıya bilməz. Bir də adam onu tanıya bilməz. Əhl-i Beyt istisna olmaq şərti ilə. Əhl-i Beytdən də hamı tanıya bilər, onun da bəhsi var ha elə. Əhl-i Beytdən də Əli əleyhissalam tanıyıb, Peyğəmbər tanıyıb ha. Əzəmətli bir məsələdir, çox mühüm bir mövzudur. İmamul Əimmə sayılır. İmam Xanım Zəhra salamlı əleyhənin ləqəblərindən biri imamların imamı. İmamul Əimmə. Hüccətullah ələl-Hüccəc. Höccətlərin üstündə Allahın höccətidir. Xan Fatimə Zəhra. Höccəti kim tanıya bilər ki, höccətin üstündəki höccəti tanıyasan? Düzdür? Ay mömin. Bəhbən, nə qəşən yatırlar. Əl-İmam-ı Vahidu Dəhrih. Bax, hədisi təkrar edirəm. Əl-İmam-ı Vahidu Dəhrih. La yudanihi əhəd və la yücəd minhu bədəl və la ləhum mislun və la nəzir vəl-fəzlu kullihi məxsusun bil imam. Nə möhtəşəm hədisdir. İmamların şəxsiyyət vəsiqəsidir bu hədis. Baxın, imam ruzigarının yekidir. Heç bir alim ona çata bilməz. Onu heç kim əvəz eləyə bilməz. Nə oxşarı var, nə bənzəri, bütün fəzilətlər ona məxsusdur. Bir də bu bəsdir. Bütün fəzilətlər. Ona görə İmam Hadi əleyhissalam deyir ki, dəryalar mürəkkəb ola, 7 dərya da bu dəryaya əlavə ola. Allahın nişanələrini sahib qurtarmaq olmaz, o bizük. O nişanələr bizdən söhbət gedir. İmam Hadi əleyhissalam. Möhtərəmlər, indi bunların üstündəki höccəti tanımaq olar. Bunları tanımaq hasil olar ki, onun üstündəki höccəti kimsə tanısın. Kim tanıya bilər? Ona görə İmam Rıza əleyhissalam buyurur ki, bütün ağıllar, filosoflar, ədiblər, həkimlər, təbiblər, onlar söz ustaları, alimlər, din, elmdə dərinliyə gedənlər, hamısı yığışsalar, nə məsələn, tutalım, yığdın belənçinə savadlı bir 3 milyard adam yığdın, hamısından bir dənə baş düzəltdin, beyin düzəltdin. Onlar belə bizim bir fəzilətimizin birini dərk edə bilməz. Bilə bilərlər, amma dərk edə bilməzlər. Birini ya, bir dənəsini. Bir giləsini dərk edilməz. Ona görə İmam Rıza əleyhissalam buyurur ki, əl-imamətu əcəllu qədrən, imamətin cəlalı çox yuxarıdır və əbədu qovrən, dibi çox dərindir. Yəni nə? Sən nə boyda dərinliyi bilirsən, bil. Maddi və mənəvi dərinlik. O nədir o? Nə çökəkliyi? Mariyan çökəkliyi. Nə bilirsən, bil. Ən dərin çökəklik imamın topuğuna dəyər. Ən dərin çökəklik. Bildin? Ən dərin çökəklik imamın ayağının üstünə belə atlanar, düşər ya düşməz. İmam ona görə də əbədu qovran. Ən dərinlikdədir imam əleyhissalatu vəssalam. Ən dərin. Heç kim onun cəlalını anlaya bilməz. İndi imamın cəlalını anlaya bilməyən, imamın üstündəki imamın cəlalını anlayacaq. Deyir ki, Nəhnu hüccətullah aleykum Fatimətu hüccətullah aleyna. Biz sizin üzərinizdə Allahın hüccəti, Fatimə Zəhra isə Allahın hüccəti bizim üstümüzdə. Ona görədir Fatimə, ona görə Fatimə adlanıb ki, li'annəl xəlqə futimu ən mərifətha. Bütün məxluqat, hamı, yaranan hər şey, onu tanımaqdan kəsiliblər. İmam Baqir əleyhissalam buyurur, Fatimə salamlı əleyhə dünyaya gələndə Allah bir mələyə vəhy elədi. Mələk Peyğəmbərin dilini hərəkətə gətirdi və ona Fatimə adını verdi. Sonra Allah Taala buyurdu, mən səni elm ilə ayırdım və səni qadınlara məxsus adətlərdən pak elədim. Bir haləm var, cil 43. İmam Sadiq əleyhissalam bir sahabəsinə buyurur, qızın oldu, ona nə ad verdin? Dedi, o adam dedi ki, Fatimə. İmam Sadiq əleyhissalam buyurdu, salamullahi əleyha. Allahın salamı olsun o uşağa. Bu adı kim
bu adı ki ona qoymusan, nə bada onu döyəsən, söyəsən və ona hörmətsiz davranasan. Nə bada. Başqa bir hədisdə var, qız uşağı olmuşdu. Qız uşağına görə nigaran, indi o ərəblərdə var idi qız uşağına görə. Narahat niyə qızım oldu, gəldi. İmam Sadiq İslamın yanında dedi. İmam Sadiq ona birinci tövsiyələr verdi, belə fikirləşmə falan filan. Sonra dedi, adını nə qoymusan? Dedi, uşağı da gətirmişdi üzrüsən. Dedi, adını Fatimə qoymuşam. İmam Sadiq İslam əlin qoydu sinəsə, ağlaya-ağlaya rüküyə getdi bələyin qabağında. Fatimə deyə-deyə. Fatimə, 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 Fatimə deyə-deyə əyildi qundağın qabağında. Ehtiram elədi. Adının hörmətinə, adına imam hörmət edir. Ha, özü. İmam Hüseyin Kazım əleyhissalam buyurub, evində Muhammed və Fatimə adları olan ailəyə yoxsulluq girməz. Səfinətül Bihar, Fətim sözü babında. Diqqət buyurduzsa, adının vasitəsilə onun haqqında nə qədər şey öyrəndik bu gecə ay cəmaat. Bu Fatimə adı sadəcə bir ad deyil, ilahi bir bəyandır, bir nurun rəmzidir möminlər. Şiyələrini oddan ayıran şəfaət mənbəyidir. Şərdən, çirkinliklərdən, hər növ naqisliklərdən qorunmuş bir ilahi əsərdir Həzrəti Zəhra. Yorulanlar, salamullah aleyha. Elm ilə, yəni zatı vücudu elm olan bir qadındır. Elə bir qadın ki, bütün məxluqların idrakının fövqündədir. Hamısın, əl çatmaz bir həqiqətdir. O Fatimə adını daşıyan hər bir qız, xanım, daha çox diqqətli olmalıdırlar bu adına oxşamaqda, bu ada oxşamaq, adın sahibinə oxşamaqda. Bu adı daşıyan özü elə bərəkət içindədir. Bu adı daşıyanlar hər kəsdən çox Həzrəti Fatimə Zəhra salamü əleyhaya oxşamalıdırlar. Hədislərdən bunu başa düşdük ki, bu ad elmi, mərhəməti, paçlığı və şəfaəti özündə birləşdirib. Onun adı hallanan evə ruzi, nur, bərəkət daxil olar, dəyərli möminlər. Hədislərdəki sözlər zehnimizə bu məntiqi aşılır ki, ilahi adların içində elə bir ad var ki, bütün adlar boyun əyir o adın qabağında. Bütün adlar, nurlar, səcdəyə düşürlər o adın qabağında. Hamısıya bu ad Fatimə adıdır. Allah Teala bu adı öz nurundan bir parıltı kimi Zəhra qəlbində yaradıb. Onun sadəcə adı bir dənə duadır. Varlığı şəfaət. Hələ onun adı cəhənnəmdən kəsilmiş bir qapıdır. Təsəvvür edin. Səmanın bağlı bir sirridir. Heç kim onu tanıya bilmir. Ona olan sevgi, məhəbbət yanğısız atəşdir. Ayə var Quranda. Ona o dəymədən yanır. La təmsəshun narun yuqadu min şəcərətin mübarəkə. Mübarəkədən yanır o. Ayədir Nur surəsində. Ləm təmsəshun nurun. Narun ona o dəymədən yanır. O dəymədən. Onun sevgisi aşiqlərin ürəyində bir atəşdir, amma odsuz, alovsuz, tüstüsüz. Aləmin atəşi deyil. Aləmdə olan atəşdən deyil. Onun fəzilətlərini iqrar eləmədən heç bir peyğəmbərin dərəcəsi ucalmayıb. Allahu Ekber. Nə sistem qoyub adam gic olur, nazı oturub fikirləşəndə ki, mütəal Allah nə sistem qurub Əhl-i Beyt əleyhissalam üstündə. Necədir hədis? Ma təkamələtün nübüvvətün nəbiyyin illə əqərrə bi fəzliha. Heç bir peyğəmbərin peyğəmbərliyi kamil olmayıb, onun fəzilətlərini iqrar eləməyənə qədər. Sonra zikir elə. Xam Zəhra mı? Kim onu sevəcək Allahın nuruna qoşulacaq, nurdan da bir parça olacaq. Kim onu inkar eləyəcək, kim onun qədrini bilməyəcək, kim ona kömək eləməyəcək, Allah iraq eləsin də day. Deyir, hər kəs mənə edilən zülümlərə biganə olsa, mənə zülm eləyənə şərikdir. Özü buyurub. Biganə olmaq, görsən. Ben biganə olmamağın əlamətlərindən ən balacası bu məclisə gəlməyimizdir. Ən balacası. İynə ucu boydası. Ona edilən zülümlərə biganə qalmamağın iynə ucu boyda olan bir o şəkər tozunun bir dənəsi boyda olan əlaməti bu məclislərə gəlməyimizdir. Biri. Və illası var, əlahidəsi var ki, iş görəsən, kömək eləyəsən, adın yaşayasan, adın yaşadasan, haqqın əda eləyəsən, haqqın dirildəsən, dirçəldəsən ki, sən dilin də var, dilçəyin də var, eləyə bilərsən.
Niyə eləyə bilmirsən? Əlbəttə edərsən. O da elə bir şəxsiyyətdir ki, balaca hərəkəti dağ boyda qəbul edir ki, mənim şiyəm gör mən üçün nə elədi, nə iş gördü. Mətləb budur ki, biz başa düşmürük kimi o cür nə şəhid ediblər də. Biz başa düşmürük, amma İmam Zaman ağa başa düşür axı. İmam Əli əleyhissalam başa düşür axı. Babək düz onun qabağından keçirsən, Allah məni hidayət etsin, ikimizi bir yer. Əhl-i Beyt əleyhissalam başa düşür axı, dəyərli möminlər. Əli əleyhissalam bilir axı. Sən təsəvvür edirsən, nə deyib Həzrət Əli əleyhissalam? Hər il biz təkrar edirik. Əmir əl-Müminin buyurub ki, sən öləndən sonra, mən day səndən sonra, mən heç vaxt gecə yatmaram day. Mənim gecə yuxum girməz mənim gözümə. Əmir əl-Müminin kəlməsidir ya. Fəmusəhhəd. Heç yatmaram, heç yatmaram. Bəzi adamlar görsən, 20 gün cəmaatı yorursunuz, Əyyam Fatimi. Əvvəl dedilər, day demirlər, şükür Allah. Kişi deyir ki, mən ölənəcən gecəni yatmayacam. Bu bizə 20 gün Əyyam Fatimiyyəni çox görür. Arizən böyüzür. O axı bilir kimdir? Siffeyn müharibəsində artıq 28 il keçmişdir. Siffeyn müharibəsində artıq Həzrəti Zəhra salamullah əleyhanın şəhadətindən 28 il keçmişdir. Xına qoyma adəti var idi müharibələrdə. Ağsaqqallar xına qoyardılar, cəngə girərdilər ki, qarşı tərəf bu tərəfin ordusunu lağa eləməsin ki, qocalar yığışıb gəliblər müharibəyə. Əmir əl-Müminin üçün də xına gətirdilər. Həzrət dedi, mən yastayam. Dedi, mən yastayam. Dedilər, nə yastasan ağa? Dedi, mən Həzrət-i Zəhra yasındayam. Həzrət-i Zəhra yasındayam. İmam Zaman Əcəlallah Fərəcəhu Şərifin hüzuruna müşərrəf olur. Kayətdəki Seyyid ibn Tavusdur. Qədirxum bayramı. Aləmdə bilirsiniz Qədirxum günü Qədir gecəsindən üstündür. Gecələrin ən üstünü Qədir gecəsidir. Günlərin ən üstünü Qədirxumdur. Bir nəfərə iftar vermək milyon peyğəmbər olsaydı bir süfrədə milyon peyğəmbərə iftar vermək hesabına bərabərdir. Günlərin ən üstünüdür. Qədirxumda müşərrəf olur İmam Zaman ağanın huzuruna. Görür, ağlayır. Deyir, ağa bayramdır, özünüz bu bayram haqqında nələr demişsiniz bizim üçün ki, belə eləyin, belə eləyin. Ondan sonra nə bilim, ətir vurun, ağ giyinin, qohumları gəzin, şadlıq edin, məclis keçirdin, şirini paylayın filan. Bu günü də ən çox siz vəsf eləmişsiniz. Həzrət deyir ki, baxı, mən özüm yastıyam, mən yastıdan çıxmamışam. Mən Həzrət-i Zəhra yasındayım. Onun intiqamını almayana qədər gülə bilmirəm rahatçılıqla. Rahatlıqla gülə bilmirəm. Göz gülə, ürək gülə gərək göz gülə də. Onun intiqamı alınmayıb axı. Əhl-i Beyt əleyhissalam başa düşürdü. Kimi itiriblər, hansı gövhəri itiriblər? 18 yaşında bir məqam sahibidir. Bir məqam sahibidir, ay mənim əzizlərim. Bilsən, başa düşmək başqa şey deyə. Bir məqam sahibidir. Allah deyir ki, nəinki sən mənim razılığımla razı qalmalısan, qəzəbimlə qəzəblənməlisən. Heç, mən özüm Fatimə, sənin razılığınla razı qalıram, qəzəbinlə qəzəblənirəm. Axı bu, hara kim çatıb bu məqama? Hara kim çatıb? İnnəllaha yərzalı rizaha və yəğzəbliğə. Bilməyi nə var ki, başa düş gör, nə deyir bu? Allah onun razılığı ilə razı qalır, qəzəbi ilə qəzəblənir. Hamı Allahın razılığı ilə oturdurmağa çalışır. Peyğəmbərləri diləmə, hamını qoy qırağa. Əmirül Müminin, Xanım Zeynəb salamlar, özü dərd çəkir anası Həzrəti Zəhranın ayrılığında. Amma dua eləyəndə atası üçün dua edir ki, Allah ona səbir versin. Ona səbir versin. O dözsün, o taqət gətirsin, o dözsün. O kişinin ayağını nə əstirib, dilini, dodağını nə əstirib, ömrünü bir yadımıza salın, Ühüdü yadıma sal. Ən çətin müharibələrdən biri Ühüddür. Ühüddə Peyğəmbər tək qaldı. Yüzlərlə əli qılınclı hücum elədilər Peyğəmbərə. Bilirsiniz, tək canı ilə qoridorda Peyğəmbəri, tək. Allaha and olsun, tək olub ha. Hamı getmişdi o qırqızının dalıca. O da imamət elmi ilə, o surətlə dala qayıtdı. Nadi əliyyən məzhərəl əcaib öyrətdi mələk Peyğəmbərə. Rizvan idi onun adı. Mələk cənnətdən gəldi. Peyğəmbər qaldı tək. Yüzlərlə ordu hücum elədi Peyğəmbər. Tək qaldı, tək. 100 nəfər əli qılınclı öldürməyə gəlir. Üstünə qışqırmağa yox, öldürməyə gəlir. Əmir əl-Müminin də qabaqda döyüşür. Qışqırdı mələkcə, Rizvan adında mələk qışqırdı, dedi, Nadi əliyyən məzhərəl əcaib. Orada nazil olub bu dua, Nadi əli duası.
Peyğəmbər bunu dedi, deyən kimi Əleyhisselam yanında oldu, teyyül ərzlə. Başladı onu müdafiə eləməyə. O günə düşdü ki, onun əti tökülürdü, o qədər ona qılınc dəymişdi. Hədis İmam Səccad Əleyhisselam deyir, fitili bir tərəfdən salıb, o birisi tərəfdən çıxardırdılar Əleyhisselamın bədənindən. Amma ağlayırdı ki, niyə mən şəhid olmadım? Dili əsli görəsən, dodağı əsli görəsən, hə? Dizi əsli görəsən, əsib. Xeybər, o boyda daşdan olan qapını götürdü, atdı bir qırağa. Harisi mərhəbi öldürdü. Dizi əsli mömin, əsli dizi. O indi başa düşəcəksən, Fatimə Zəhra kimdir? Xəndək o cür. Əmr ibn Əbdəvi kimi məlunla 17 yaşında çıxdı ondan üz-üzə. 17 yaşında. Kim göndərdi cəhənnəmə? Nə müharibələr, Bədri var, digərlər var. Dizi əsdi, ayağı əsdi mömin. Nə oldu? Heç nə olmadı. Çünki onun dağ yerində isə onun tükü tərpənməz. Amma oturub məsciddə Qur'an oxuyur. Gördü 2 dənə qışqırıq səsi gəlir. Uşaq qışqırığının səsidir. Uşaq qışqırığını. Qışqırırlar, va Muhammədə, va əbətə, va umma. 2 dənə balaca uşaq. Girdilər məscidə. Ata, anamız öldü. Bunu dedi, durdu ayağa yıxıldı yerə. Neçə dəfələrlə dizləri əsdi. Qaçmaq istədi, qaça bilmədi. Qaçmaq istədi evə, qaça bilmədi. O 2 dənə balaca uşaq girdilər qoluna, onun ayaqları sürünə getdi. Bax mənə, evdə ayaq üstə diyana bilmədi, otura da bilmədi. Bax, necə xanım Zəhra uzanıb, elənçiyinə uzandı onun yanında. Başladı çağırmağa. Ha çağırdı da cavab olmadı. Ha çağırdı cavab gəlmədi. Ha çağırdı. Artıq götürdü o parçanı üzündən götürdü. Day qəbzilik olub, Həzrəti Zəhra yoxdur. Amma bir dənə kağız qoyub haza. Ha, bu mən Fatiməyəm və Ovsət Fatimə vəsiyyət edir. Ya Əli, şəhadətləri verir hamısı. Kəffinni billeyl, dəffinni billeyl. Mənə gecə qusul ver, mənə gecə kəfən elə, namazımı gecə qıl. Və la tu'lin əhədən, bir nəfərə də bundan xəbər vermə. Və mənim balalarıma, mənim nəslimdən gələn seyyidlərə məndən salam olsun. Bütün seyyidlər, ay seyyidlər, hamımıza salam verir. Bilirsiniz niyə? Mən çox şey fikirləşmişəm onun adı altında, amma əsas cümlə budur. Ona görə ki, heç kim də mənim haqqımı müdafiə eləməsə, mənim balalarım, siz düşün qabağa ya, mənim haqqımı qoruyun. Məni tək qoymayın, məni məzlum qoymayın, mənim haqqımı əda edin, bərpa edin mənim haqqımı. Getdi, xəbər verdi, dedi Səlmana dedi, gedin Səlmanı çağırın, bu evə məhrəmdir. İmam Həsən Müctəba, İmam Hüseyin Müctəba. Qapı döyüldü, Səlman çıxdı, gördü balaca uşaqlar. Ondan dedi ki, Səlman, anamız dünyasını dəyişdi, atam səni çağırır. Deyir, götürdüm bunları qucağıma. Bunlara baxıram, başlarında nə əmmamə var, ayaqlarında nə nəley. O vəziyyətdə qaçıblar, gəliblər, götürdüm qucağıma. Ondan bir qucağımda ağlaya danışırlar. Anamı belə elədilər, belə vurdular, üzünə belə vurdular, sinəsinə belə vurdular. Qolun belə sındırdılar, qaburqaların belə sındırdılar, Muhsini sikt elədilər. Qucağımda danışdı. Əla lənətullah aləl qavməz zalimin.